Həkim, bugün müxtəlif mövzulara toxunacağıq efirimizdə və düzdür, vaxtımız az olduğundan istədim birbaşa elə keçə suallarımızı ünvanlayaq ki, ağız boşluğu xərçəngindən danışırıq ki, bu necə əmələ gəlir və fəsadlar nədir? Deməli, bugünkü bizim mövzumuz ağız boşluğu xərçəngi. Çox bir böyük mövzudur. Onu çalışarıq bizim izləyicilərimizə çatdıra bilək onun əsas məqamlarını. Birincisi, ağız boşluğunu biz deyək ki, bu nə orqandır, hansı bir strukturdur. Ümumiyyətlə, ağız boşluğu çox belə mürəkkəb bir anatomik, topografik bir strukturdur. Ağız boşluğuna nə aiddir? Deməli, dodaqlardan arxada yerləşən bütün toxumalar, dil, yanaq, ağız boşluğun dibi, dilin altı nahiyə, sonra ora aiddir sərt damaq, yumuşaq damaq, bir də damar badamcıqların ön hissələri. Bütün bu kompleks orqanlar nə bunların içərisində, daxilində yerləşirsə, bu hamısı ağız boşluğuna aiddir. Və mən dediyim kimi, bu çox mürəkkəb bir və çətin bir strukturdur. Ona görə bu ağız boşluğunun xərçəngləri də cürbəcür olur, məsəl üçün. Demək olmaz ki, ağız boşluğunun xərçəngi. Adətən ən çox rast gələn ağız boşluğunun xərçəngi dilin xərçəngidir. Ağız boşluğunun xərçənglərinin içərisində dilin xərçəngi 52-55% tutur. İkinci yerdə ağız boşluğunun xərçəngində yanağın sekli qişasının xərçəngi olur. Bu da təxminən 20-22-25%-dir. Sonra gəlir ağız boşluğunun dibinin xərçəngi. Bu da bizim izləyicilərimizə bara salsam, dişlərlə dilin arasında olan bir nahiyədir. Ona deyirlər ağız boşluğunun dibi. O təxminən o nahiyənin də xərçəngləri təxminən ağız boşluğunun arasında təxminən 15% tutur. Sonra sərt damar xərçəngi gəlir, məsələn, sonra da 5%. Sonra damar badamcıqların ön nahiyəsi təxminən 4%. Alveolar çıxıntılar, haradan dişlər çıxır. O da təxminən 4-5% tutur. Ancaq ən çox rast gələn ağız boşluğunun xərçəngi dilin xərçəngidir. Təxminən xəstələrin ağız boşluğunun xərçənglərinin arasında 52-55% dilin xərçəngidir. Siz deyirsiniz ki, hansı səbəblər nə olur? Birincisi, demək istəyirəm ki, ağız boşluğunun xərçəngi ağızda yerləşən sekli qişadan inkişaf eləyir. Mən həmişə demişəm, yəni deyəcəm, xərçəng birdən-bir əməyə gəlmir. Mən sizə deyəcəm, indi niyə? Ağız boşluğunun xərçəngi də həmçinin. Deməli, hansı səbəblər əməyə gətirə bilər ağız boşluğunun xərçəngi? Birincisi, zəhərli, ziyanlı vərdişlər. Siqaret çəkmək, alkoqollu içkilər içmək, sonra bəzi zəhərli maddələr var, o adətən Azərbaycanda yoxdur. Onu bəzi insana çeynəyirlər, daha çox o Hindistanda, Asiya ölkələrində olur. Bu maddələrdən istifadə edəndə ağız boşluğu xərçəngi, onlar sırf ağız boşluğu xərçənginin əmələ gəlməyinə səbəb olurlar. Bu, indi Azərbaycanda ən çox siqaret çəkməklə alkoqollu içkini içməkdir. Bəli. Sonra ən böyük bir bəladır, ağız boşluğunun bizim insanların normal, optimal gigiyenasını aparmamaqdır. Nə deməkdir ağız boşluğunun gigiyenasını aparmamaq? Sözü yoxdur ki, hər bir insanın dişi də çürüyür, çürüyü dişlər də olur, karies də olur, diş də sına bilər və s. və s. Ancaq onları vaxtında üstünə düşüb onları müalicə etmək lazımdır. Ona görə ki, o çürük dişlərin kənarları, iti kənarları, onlar sekli qişanı didirlər, dili didirlər. Ondan başqa normal olmayan protezlərin qoyulmağı məsəl üçün. Protezlər, hissəvi çıxarılan protezlər var, tam çıxarılan protezlər var insanlarda. O dişsiz protezlər deyirlər. Onlar hətta protez düzgün qoyulsa da insanın ağzına, düzgün orada təmizlənsə də bir vaxtdan sonra o protez artıq o insana böyük gəlir. Ona görə ki, insan yaşlaşdıqca ağız boşluğunun sekli qişası da nazikləşir, damar da hündürlüyü aşağı düşür və protezlər ağzın içərisində hərəkət eləməyə başlayırlar.
və o mikrotravmalar, hərəkət, onlar gətirə bilərlər xərçəngə.